Bugün sizinlə həyatımızın 1/3 keçirdiyimiz, lakin çox vaxt əhəmiyyətsiz hesab etdiyimiz bir mövzunu, yuxunu araşdıracaq. Matthew Walker'in Niyə Yatırıq adlı fundamental tədqiqatları əsasında hazırlanmış bu videoda yuxu və yuxu görmə elminin pərdə arxası məqamlarına toxunacaq. Əgər siz də yuxunu sadəcə boş vaxt işçisi hesab edirsinizsə, bu video sizin baxış bucağınızı kökündən dəyişəcək. Gəlin acı həqiqətlərlə başlayaq. Müasir dünyada öləndə yatacam ifadəsi bir fəxr mənbəyi kimi işlədilir. Lakin elm sübut etdi ki, bu fikir sizi ölümə daha tez yaxınlaşdırır. Ekranda gördüyünüz infografiyaya diqqət yetirin. Yuxusuzluq sadəcə yorğunluq deyil. O bədənimizə səssiz bir epidemiya yaradır. İmmunitet, cəmi bir həftəlik az yuxu qan şəkərinizi diabet öncəsi həddə çatdırır. Yuxusuzluq xərçəng riskini 2 dəfə artırır. Beyin təmizləmə prosesi yuxuda baş verir. Yuxusuzluq bu xəstəliyin əsas həyat tərzi faktorudur. Yəni Alzheimer'ın. Ürək, koronar damarlarının tıxanması və infarkt riski yuxusuzluqla birbaşa bağlıdır. Unutmayın, nə qədər az yatsanız ömrünüz o qədər qısa olar. Təkamülün səhvi, təkamül nöqteyi nəzərindən yuxu böyük bir risk kimi görünür. Düşünün, yatarkən qidalanmaq olmur, sosiallaşmaq olmur, törəyə bilmirik və ən əsası ovlana bilmirik. Dr. Alan Rekshafinin dediyi kimi, əgər yuxunun həyati bir funksiyası olmasaydı, bu təkamülün etdiyi ən böyük səhv olardı. Lakin təbiət səhv etmir. Yuxunun gətirdiyi faydalar yaratdığı təhlükələrdən qat-qat üstündür. Yuxu təbiətin ölümlə mübarizə üsuludur. Yuxu sadəcə istirahət deyil, o kompleks bir bərpa prosesidir. Gəlin vizualda gördüyünüz bu bölünməyə baxaq. Beynimiz üçün yaddaş möhkəmlənir, öyrənmə qabiliyyəti artır və emosional tarazlıq bərpa olunur. Həmçinin yaradıcılığımız məhz yuxu vasitəsilə qidalanır. Bədənimiz üçün immunitet sistemi yenilənir. İnsulin və qlükoza tənzimlənir. Qan təzyiqi aşağı düşərək ürəyi qoruyur. Hətta iştahın tənzimlənməsi və kilo nəzarəti də birbaşa yuxunun keyfiyyətindən asılıdır. Yuxunu idarə edən 2 qüvvə. Bəs bizi nə vaxt və necə yatmağa məcbur edən nədir? Burada 2 əsas qüvvə rol oynayır. Sirkad ritm bizim daxili 24 saatlıq saatımızdır. Oyaqlıq və yuxu dövrələrini tənzimləyir. Yuxu təzyiqi beyində toplanan adenozin adlı kimyəvi maddədir. Oyaq qaldığınız hər dəqiqə bu maddə beyninizdə yığılır və yuxu tələbatını artırır. Qrafikdə gördüyünüz yuxu qapısı məhz bu 2 dalğanın bir-birinə ən yaxın olduğu və beynin yatmağa hazır olduğu andır. Sirkad ritm termini latınca təxminən və gün sözlərindən yaranıb. Bu ritm təkcə yuxunu deyil, bədən temperaturunu, hormonları, hətta əhval-ruhiyyəmizi də idarə edir. Yer kürəsində ömrü bir neçə gündən çox olan hər bir canlının daxili ritmi var. Bu ritm endogendir, yəni xarici aləmdən asılı olmayaraq bədənimizin daxilində yaranır. Bioloji saatın varlığı ilk dəfə 1729-cu ildə Fransız astronom Jean-Jacques de Ortu de Marian tərəfindən sübut edilib. O küstüm gülünü zülmət qaranlıq bir qutuya qoydu. Maraqlısı budur ki, bitki günəş işığı görməsə də yarpaqlarını hər səhər açır və axşam bağlayırdı. Canlıların daxilində zamanı izləyən bioloji bir saat mövcuddur. Günəş bu saatı yaratmır, sadəcə onu hər gün yenidən qurur. İnsanlar üzərində aparılan və ən məşhur araşdırma isə 1938-ci ildə Professor Kleitman və Richardson tərəfindən edilib. Onlar günəş işığı olmayan bir mağarada 32 gün keçirdilər. Məlum oldu ki, insanlar qaranlıqda belə nizamlı yuxu rejimlərini qoruyurlar. Lakin bir fərqlə, bizim daxili saatımız tam 24 saat deyil, təxminən 24 saat 15 dəqiqədir. Yəni bizim daxili saatımız biraz ləng işləyir və hər gün düzəlişə ehtiyac duyur. Günəş işığının göz vasitəsilə beyindəki saatı resetləməsi. Məhz burada Zeitgeber, Alman dilində zaman verici anlayışı dövrəyə girir. Günəş işığı ən güclü məhz buradadır. O hər səhər gözlərimiz vasitəsilə beynimizə siqnal ötürür və o 15 dəqiqəlik xətanı aradan qaldıraraq bioloji saatımızı resetləyir. Kör insanlarda bu mexanizm işləmədiyi üçün onların yuxu rejimi tez-tez pozulur. Çünki saatlarını dünya ilə sinxronizasiya edə bilmirlər. Bəs bu bioloji saat tam olaraq hardadır? Tanış olun, suprakiazmatik nüvə. Bu gözlərin kəsişmə nöqtəsinin düz üstündə yerləşən cəmi 20.000 neyrondan ibarət kiçik bir mərkəzdir. Yuxunuz məhz bu kiçik nöqtədən idarə olunur. Əziz dostlar, yuxu və oyaqlıq sadəcə beynimizdə baş verən bir proses deyil. Bu bədənimizin hər bir hüceyrəsinə təsir edən termodinamik bir hadisədir. Ekranda gördüyünüz qrafikə diqqət yetirin. Bir çoxumuz bədən temperaturunun sabit 36.6 dərəcə olduğunu düşünsək də, əslində o gün ərzində sirkad ritmimizə uyğun olaraq dəyişir. Yuxuya getməyimiz üçün bədən temperaturumuz yatmazdan bir qədər əvvəl düşməyə başlayır. Ən aşağı nöqtə isə yuxuya getdikdən təxminən 2 saat sonra müşahidə olunur. Maraqlı fakt budur ki, siz həmin saatlarda oyaq qalsanız belə, bu temperatur
Qrafiki dəyişmir. Bəs niyə bəzilərimiz səhər tezdən enerji oluruq, bəzilərimiz isə gecə yarısı daha məhsullar oluruq? Elm bunu xronotiplər adlandırır. İnsanların 40%-i torağaylardır. Onlar sübhdən oyanır və günün ilk yarısında zirvə nöqtəsində olurlar. 30% isə bayquşlardır. Onlar gec yatır və gec oyanırlar. Qalan 30% isə qarışıq tipə aiddir. Burada ən mühüm məqam budur. Sizin hansı tipə aid olmanız bir seçim deyil. Bu sizin genetik taleyinizdir. Tənbəlliklə heç bir əlaqəsi yoxdur. Cəmiyyətin bayquşlara haqsızlığı. Təəssüf ki, müasir dünya və iş saatları əsasən torağaylara görə qurulub. Bu isə bayquşlar üçün ciddi bir sosial problem yaradır. Bayquş xronotipindən malik olanlar məcburən erkən oyananda beynin idarəetmə mərkəzi olan prefrontal korteks hələ tam oyanmamış, yəni offline vəziyyətdə olur. Nəticədə bu insanlar xroniki yuxusuzluqdan əziyyət çəkir. Onlarda depressiya, diabet və xərçəng riski daha yüksək olur. Cəmiyyətin onlara tənbəl damğası vurması isə elmi cəhətdən tamamilə ədalətsizdir. İndi isə gəlin bir çoxumuzun səhv tanıdığı melatonin hormonundan danışaq. Melatonin bir yarışın iştirakçı kimi deyil, start tapancasında atan hakim kimi təsəvvür edin. O sizə yuxu gətirmir. O sadəcə bədəninizi gecə düşdü, yarışı başla xəbər verir. Qrafikdə gördüyünüz kimi günəş işığı melatonini bloklayır, qaranlıq düşdükdə isə onun səviyyəsi pik həddə çatır. Buna görə də ona vampir hormonu da deyirlər. Əgər yatmazdan əvvəl parlaq işığa baxırsınızsa, beyniniz hələ də gündüz olduğunu düşünür və start siqnalını gecikdirir. Yuxu təbiətin bizə bəxş etdiyi ən güclü dərmandır. Ona hörmət edin və ritminizi qoruyun. İzlədiyiniz üçün təşəkkür edirəm.